Günlərin bir günü meşədə güclü yağış yağır. Heyvanlar gizlənməyə yer axtarırlar. Qarışqa balaca bir göbələk görüb onun altında gizlənir. Biraz sonra yaxınlıqda qanadları islanmış kəpənək görünür. Kəpənəyə yazığı gələn qarışqa yanında ona da yer verir. Aradan biraz keçmiş, su içində büzüşmüş sərçə də onlara yaxınlaşır. Qarışqa onu da yanlarına çağırır. Nəhayət, dovşan da onlara qoşulur. Hamısı birlikdə yağış kəsənə kimi göbələyin altında gizlənir. Birazdan yağış kəsir. Göy üzündə günəş görünür. Heyvanlar sevinclə göbələyin altından çıxırlar. Əvvəl kiçicik olan bu göbələk indi xeyli böyümüşdü. Onlar bunun necə baş verdiyini anlamırlar. Bəs siz necə? Əziz balalar, bu sualın cavabını bilirsinizmi? Əgər bilirsinizsə, onda aşağıda yazın. Hə əziz balalar, əgər nağılı bəyəndinizsə, onda kanalımıza abunə olmağı unutmayın. Hələlik!